bu məsələ ki, insanlar deyir, vaxtım çatmır, mən təcrübəliyəm. Çünki insan bir hədəfi qoyur və o hədəfə tərəf addım atmırsa və səbəbini qoyursa ki, bu vaxtlandır, mən onu anlaya bilmirəm. Çünki hamı gündə 3 dəfə çörək yeyir, bəziləri. Mən onu görürəm. Bəziləri deyir, Azərbaycanda çətindir, paramız, pulumuz da yoxdur. Amma maşınla restoranlara getsəz, görərsiniz ki, axşamlar restoranların hamısı dolu. Bu çatmırsa, restorana nə edeyim? Mən restorana çox təkdir var. Təkdir var. Restorana gedən adam öz inkişafından, öz hədəflərinə gedə bilər. Onun hədəfi olur restoran. İyi bir şey. Belə, ona görə kimsə gileylənirsə ki, mənim vaxtım yoxdur, o düz gileylənmir.